Festivalın Gənc İfaçılar müsabiqəsinin diplomantı adına layiq görülmüş ifaçıları sizə təqdim edirəm. İlqar Quliyev, Albina Kərimova, Firəngiz Bağırova, Vətəndən uzaqda yaşamaq gözəl sualdır, gözəl temadır. Hər bir insanın içində, özündə və ona aid olan bir vətən olmalıdır. Mənim vətənim Azərbaycandır. Mənim vətənim Bakıdır. Azərbaycansız yaşamaq çox çətindir. Amma bir iş üçün gedirsənsə vətəndən kənara, o zaman özünü o işə yönəldirsən və çalışırsan ki, əlindən gələni eləyəsən ki, yenə də vətənini qərib ölkədə gözəl təbliğlə təqdim edə biləsən. Mənim arzum da o idi ki, Azərbaycanı layiqincə təbliğ və təqdim edim. Azərbaycan mədəniyyətini, musiqisini. Bacardığımı elədim, hələ də eləyirəm. Amma o vaxtlar gedəndə gənc bir qız idim, 25 yaşım var idi və arzularım var idi. Demək olar ki, arzularımı həyata keçirtmişəm mən. O zamanlar qərib ölkəyə, xarici ölkələrə getmək çox çətin idi onsuz da. Orada gedəndən sonra Azərbaycanla əlaqəmiz də o qədər indiki kimi sıx deyil idi. Yəni internet o zaman yox idi, demək olar ki, 95-ci illərdə telefon o butkalarından qəpi yatıb Azərbaycanla əzizlərimizlə, anamla danışırdıq. O da 2 kəlmə kəsilirdi danışığımız. Yəni sonralar çıxdı, Skype çıxdı, nə bilim, danışıq məhdudiyyəti bitdi yəni. Amma o vaxt çox çətin idi. Vətən üçün darıxırdın, əzizlərin üçün darıxırdın. Ən çox darıxdığım Azərbaycanın havası idi. Ən çox darıxdığım. Orada günəş çox az olur, çoxsu yağışlı havadır Niderlandda. Havası üçün darıxırdım, insanları üçün darıxırdım, anam üçün darıxırdım. Təbii ki, adamın əzizləri, bacım, anam. Yeməklərimiz üçün darıxırdıq, çünki orada o çox az dükanlar var idi ki, orada bəlkə bir türk məhsulu ola, bizim məhsulumuza biraz oxşar bir şey olsun. Düzdür, illər getdikcə bunlar hamısı inkişaf elədi və biz özümüz də artıq orada bizdə Azərbaycan onlayn dükanlarımız var. Azərbaycan məhsullarını nə istəyiriksə sifariş eləyə bilirik. Amma o zamanlar çox çətin idi. Yəni, bəlkə də cavan olduğumuza görə o qədər də fikirləşirdik ki, eyb yox, o da düzələr, onun da üstəsindən gələrik çox. Amma insan darıxır, istər-istəməz darıxır, musiqisi üçün darıxır. Hələ mən musiqiçi olaraq çox nə radio var, nə yəni Azərbaycanı tutan belə internet vasitəsilə indi maşallah hər şeyi əldə eləmək olur. Mən alıram ömrümün mənasısan vətən. Azərbaycan musiqisini təbliğ etmək üçün müxtəlif konsertlara qoşulurdum, xorlarla işbirliyim olurdu. Və mən gördüm ki, maraq var, çoxdur. Azərbaycan musiqisində maraq çoxdur və belə bir qərara gəldim ki, bir cəmiyyət yaradım. Və bu cəmiyyətin də adını Azərbaycan Niderland Odlar Yurdu qoydum. Azərbaycan Niderland, yəni bəlli bir ölkələrimin adlarıdır. Birində doğulmuşam, böyümüşəm, birində yaşayıram. Odlar Yurdu isə, Odlar Yurdu ilə mənim çox gözəl bağlantılarım var. Yəni o sözlə, o duyğularım, çox isti duyğularım var. Çünki Odlar Yurdu bizim eləsən Bakının ikinci adıdır. Azərbaycanın ikinci adıdır.
Odlar Yurdu 90 festivalında mən diplomant adına layiq görülmüşdüm. Yəni Odlar Yurdu mənim üçün çox necə deyim, belə istilik verən bir adı idi. Ona görə də mən öz cəmiyyətimin adına Azərbaycan Nederland Odlar Yurdu qoydum və 2002-ci ildən fəaliyyətdəyik. Müxtəlif konsertlər, çox gözəl bizim tədbirlərimiz, konsertlərimiz olub. Müxtəlif proqramlar, Holland musiqi məktəbləri ilə proqramlarımız olub. Hollandlı xorlarla bizim proqramlarımız olub. Çox gözəl proyektim var idi mənim, Sarı Gəlin proyekti. Onu Hollandiyada başlayıb müxtəlif şəhərlərində konsertlər verib ta İsveçə qədər getmişdik. Orada yekunlaşmışdı İsveç xoru ilə də. Sarı Gəlin proyektimiz bitdi. Ondan sonra Xocalıya 15-ci ilinə həsr olunmuş gözəl bir proqram hazırlamışdıq. 60 uşaqla, yəni Hollandda olan uşaqlarla, içində bəlkə bir dənə Azərbaycanlı var idi, o mənim qızım idi, bir dənə bəlkə Bosniyalı var idi, çoxsa Hollandlı idi. Və onlara 7 ay ərzində mən məktəbə dram dərsləri var idi onların. Hər həftə 2 dəfə məktəblərinə gedirdim. O dram dərsində rejissurasını, yəni postanovkasını, hamısını özüm hazırlayaraq o Xocalını mən səhnələşdirdim və onlara o hissiyatı yaşatdım. O qədər gözəl keçdi ki, valideynlər sonra mənə yaxınlaşıb deyirdilər ki, doğrudan belə bir şey olub sizdə Azərbaycanda. Dedim, bəli. Çoxlu müxtəlif tədbirlər keçirmişəm. Yadda qalan tədbirlərim də həddindən artıq çoxdur və son tədbirim sentyabr ayında Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunmuş Leyli və Mecnun operasından parçalar vermişdik. Çünki operanı tam qoymaq olmur. Bizim aktyor trupamız yoxdur, orkestrimiz yoxdur. Amma Leylimiz var idi, Mecnunumuz var idi. Tar, piano, belə bir üslubda çox gözəl bir Leyli və Mecnun operasından parçalar təqdim elədik tamaşaçıların qabağına. İndi də Zəfər bayramına, Zəfərin 5 illiyinə hazırlaşırıq. Bizim Nederland Krallığındakı Azərbaycan səfirliyi ilə bir yerdə gözəl bir tədbir keçiririk. Təbii ki, səfirliyimiz ön planda gedir və işlərin çoxsunu onlar eləsələr də mənim də üzərimə düşən təşkilatçı kimi danışıqlar aparmaq, zal axtarmaq və belə şeylər, onu da candan başdan, çünki bu mənim arzumdur. Mən Zəfər bayramları, Zəfər ilinin 5 illiyi mənim üçün çox vacib bir tədbirdir, çox vacib bir gündür. Sən Odlar Yurdu 2020-ci ilə qədər biz nə qədər qürurlu xalq olsaq da başımız aşağı idi. Çünki 25%-a qədər torpaqlarımız düşmən tapdaq altında idi. Şəhidlərimiz, yəni torpaq həsrəti ilə yaşamışıq biz artıq neçə illərdir. 2020-ci il bizi üçün, nə bilim, o zaman müharibə başlayan, 2-ci Qarabağ müharibəsi başlayan zaman bir tərəfdən gözlənilmədən bir hadisə oldu. Bir tərəfdən də hər axşam oturub gözləyirdik ki, cənab prezident bugün nə deyəcək? Dualarımı deyim, kim nəzir kəsən deyim. Yəni o qədər biz həm sevinirdik, həyəcan, nə bilim, bunu danışmaqla deyil. Amma hər zaman şəhidləri görəndə, yeni dünyasını dəyişən şəhidləri görəndə də göz yaşlarımız da dayanmırdı. Elə olurdu ki, Holland cəmiyyəti biraz erməni pərəst. Onlar xoşlayırdılar, qəzetdə yazırdılar ki, Azərbaycan hücum eləyib, Azərbaycan belə eləyir, Azərbaycan elə eləyir. İnanın ki, hər birimizin uşaqları, özümüz, indi o baxır dili nə qədər mükəmməl bildiyinə
ondan asılıdır. Amma bir də gördük ki, uşaqlarımız da qoşulub, hamı qoşulub məktub yazırıq qəzetlərə ki, protest məktubu ki, düz demirsiniz, informasiyanı düz vermirsiniz. O Azərbaycan heç kəsə hücum eləməyib, Azərbaycan öz torpaqlarını geri alır. Çünki bu torpaqlar Azərbaycana aiddir. Yəni bu müharibənin bizim orada uşaqlarımız, cavan oğlanlar, uşaqlar hətta gedib səfirlikdə yazılmışdılar ki, biz də istəyirik Qarabağa gedək, müharibəyə gedək. Qurulsun yeni şəhərlər, gözəlləşsin hər zaman. Mənim musiqi fəaliyyətim tək Hollandadan başlamayıb. Mənim musiqi fəaliyyətim Azərbaycandan başlayıb və uşaqlıqdan belə deyək başlayıb. 12 nömrəli musiqi məktəbin təhsilini almışam, ondan sonra musiqi gimnaziyasını bitirmişəm, ondan sonra İncəsənət Universitetində dərs keçmişik və Azərbaycandan Hollandiyaya gedəndə artıq mən burada Qızıl Payız 89-da iştirak eləmişəm, bir də Odlar Yurdu 90-da diplomat adını qazanmışdım. Ondan sonra da dövlət tədbirlərində, proqramlarında çıxışlarım olub. Yəni, mənim televiziyanla tanışım, Ramiz Mustafayevin xorunun üzvü olmuşam, ASTV-nin əməkdaşı olmuşam. Mənim televiziya ilə, musiqi ilə həyatım uşaqlıqdan bağlıdır. Və Hollandiyaya gedəndə də təbii ki, ən sevdiyim işlə məşğul olmaq istəyirdim, o da ki, musiqi idi. Və cəmiyyəti açandan sonra sırf bu işlə bir musiqiçi kimi və təşkilatçı kimi bu işlə məşğul oldum. Çünki orada öz mahnılarını, öz musiqini təbliğ eləmək üçün mütləq gərək özün təşkilatçı olasan. Hollandlılar bizim musiqi sevsələr də o qədər də maraq göstərmirlər ki, sənin üçün hardasa nəsə eləsinlər. Ona görə də o iki fərqli təşkilatçı və musiqiçi, iki fərqli əmək, necə deyərlər, birləşməli idi və mən onu cəmiyyəti qurmaqla yolunu belə tapdım.